Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugündən Avtosaz adlı YouTube kanalımız fəaliyyətə başlayır. Biz bu kanalımızda avtomobillərin alqı-satqısından tutmuş demək olar ki, bir çox məsələləri özündə cəmləşdirən mövzulara toxunacağıq və təbii ki, sizlər də yayımladığımız hər bir videonun şərh bölməsində öz təkliflərinizi, suallarınızı rahat şəkildə yaza bilərsiniz ki, növbəti çəkilişlərdə bilmək istədiyiniz həmin mövzularla bağlı da daha ətraflı vloqlar çəkməyə davam edəcək. Bugünkü mövzumuz, yəni ilk vloqumuzun ilk mövzusuna start veririk. Adamlarda yerləşən ən böyük, deyərdim ki, Respublikada ən böyük ikinci əl avtomobil bazarına yaxınlaşırıq və bu çəkilişimizdə maşın bazarındakı qiymətlərlə sizi tanış edəcəyik. Yəni, baxaq görək, bazarda vəziyyət necədir? Hansı ki, artıq bir müddətdir ki, internet resurslarında, müəyyən saytlarda gecə ilə gəl apar, əlim yandıda satışa çıxarırıq və s. kimi belə satış reklamlarını özündə əks etdirən bir çox videolar, paylaşımlar görürük ki, həmin satış mərkəzləri də internet üzərindən təbii ki, bazardakı vəziyyəti bir qədər dəyişib. Ona görə də deyilənə görə bazarda alqı-satqı heç də yaxşı deyil. Demək olar ki, bazar artıq əvvəlki vəziyyətini itirib. Bir də bir məlumatı diqqətinizə çatdırım ki, əslində satıcılar deyirdilər ki, mart və ondan əvvəlki aylarda, təbii ki, qış aylarından söhbət gedir, bazarda ölü bir dövr başlayır. Amma artıq mart ayından sonraki dövrdə aprel ayı ərzində iyun ayına qədər bazarda bir canlanma yaşanır. İndi gedək görək bazarda vəziyyət necədir, canlanma varmı, qiymətlər necədir? Bütün hər biri ilə bağlı çalışacağıq ki, hər cibə uyğun avtomobillərin qiyməti ilə sizləri tanış edək. Başqa sözlə desək, bazara gələ bilməyənlərə virtual olaraq bazardakı vəziyyəti göstərəcəyik. Bazardakı avtomobil sayının nə qədər olduğunu göstərmək üçün daha hündür bir yerə çıxmışıq. Buradan daha rahat və daha yaxşı görmək olur ki, bir canlanma həqiqətən var bazarda. İndi düşək içəri və bir-bir hər büdcəyə uyğun maşınların qiymətləri ilə hər birinizi tanış edəcək. Dörd göz, yəni Mercedes dörd göz. Qiymətini soruşaq. Salam qardaş, hər vaxtınız xeyir. Qiyməti neçədir? 97-ci il. 10.500. Çeşka kimi tanıdığımız Mercedes C-Class. Salam elə ki, bazar olsun. Neçədir? Ümumiyyətlə hər ikisinin qiyməti? Bu 14'dür və digər neçədir? Mən 11'e deyirəm. 11'e deyirsən. İli və ümumiyyətlə vəziyyəti nə yerdədir? Vəziyyət problemi yoxdur. 2000'li 2.4. Bəs bunun ili neçədir? 99'da 2.4. Neçə satmaq fikriniz var yekun olaraq? Qardaş bu 14'e satmaq. Yox, sən neçə satmaq Mən fikrin? 11'e satmaq. 10.000 versiyalar verəcəksən? Yox. Çoxlarının üstünlük verdiyi maşınlardan biri də Hyundai Elantra'dır. Koreya salıdır, dizel mühərrikdir. 2014 1.6 turbo dizel. 2014. Bəli, bəli. Koreya salı. Bəli, bəli. 1.6 turbo dizel. Stenka qızıran soydan hər şey var. Məsləhətli maşın. Qiyməti neçədir? Qiyməti 20.300 manat. 20.300. Real müştəriyə endirim edəcək. Yəni 20 mindən aşağı yeri var yoxsa yox? Real alıcı olsa biraz da endirim. 19.500 son qiyməti. Komplektasiyası da özünüz görürsünüz ki, full komplektasiyadır. Bu monitoru əslində sonradan özləri qoyublar. Amma start stopdur. Oturacaqların isidilməsi. Yenə Koreya istehsalı olan maşınlardır. Hyundai Accent'dir, Kia Picanto'dur. K3 2015-ci il 1.6 benzin. Qardaş deyir ki 20.500'dür, K3'dür. 2020'yə qədər olan Ford Fusion'ları görürük. Ford Fusion həvəskarları bilmək istəyir ki, Ford Fusion bazarda neçəyə satılır? 2017-ci il 2 motor. Qiyməti neçədir və ən son fikriniz? Necə? 25 min. Ümumilikdə satıcılar deyir ki, bazarda ən ucuz 15-16 mindən 30-35 minə qədər dəyişir. Yəni söhbət təbii ki, Ford Fusion'lardan gedir. Alıcısı da ki, var deyirlər, amma zəifdir. Yəni Koreya istehsalı olan maşınlara nisbətən Ford Fusion'ların alqı-satqısı bir o qədər də yaxşı deyil. Bir qədər öncə Koreya istehsalı olan Hyundai Elantra ilə maraqlandıq. Əslində ilinə görə 2014-cü il idi. Amma indiki Amerikanka Hyundai Elantra çox güman ki 2012-13-cü ildir. İndi satıcıdan maraqlanacaq. Qardaş salam ki, xoş gördük. Fikirləşirik ki 2012-2013 ola bilər ili. 2012 qiyməti neçədir?
18200. Dövrün tələbinə uyğun olan maşınlar da var bazarda. Hibrid mühərriklə təchiz olunan avtomobillərdən söhbət gedir. 2016-cı il 1.6 hibrid. Qiyməti və ən son fikriniz? 22.700 deyirəm, aşağı yeri verərəm. 22.700. Bəli. Yen qızdırıcı var, ölü zonası var. Yəni tam komplektasiya full deyil əslində, orta komplektasiya. Bundan başqa hər şey var. Amerika istehsal olan Hyundai Elantra, Hyundai Sonatalardır. Yəni demək olar ki, bu riyadda Amerika istehsal olan maşınlar satılır. 2 turbo, qiymət 29.000. İli neçədir? Neçənci ildir? 2015-ci il Amerika istehsalı. Qəza ilə gəlib, yoxsa qəzasız gəlib? Son fikriniz neçə olacaq? 28 yarım. Ondan aşağı verməyəcəksiniz. Allah pazar versin. Ən populyar maşınlardan biri də Kia Sorento-dur. Qardaş silib təmizləyir. İndi onun qiyməti ilə maraqlanacağıq. Qardaş salam elə ki, bazar olsun. İli, komplektasiya və qiyməti mühərriki. 2 dizel, polnu full komplektasiya, 30.000-də qiyməti. 220.000-də yürüyüşü var və ən son fikriniz 30.000-dən aşağı olacaq, yoxsa yox? Yəni ciddi alıcı olsa bir qədər şirinlik deyək də, yəni onu endirəcəksiniz. Bazarda təbii ki, bu model maşınların qiyməti komplektasiyasına və ümumi vəziyyətinə görə dəyişir. Hətta 40.000-ə qədər olan Kia Sorentolar var. Bu da yenə qeyd edirəm ki, avtomobilin komplektasiyası ümumi vəziyyətinə görə həmin qiymətlər dəyişir. Bir çoxları bu maşını Tefal adlandırır, qaynadır, nə bilim problemləri var və s. və s. Amma əslində pis maşın yoxdur, pis sürücü var deyirlər. Və komplektasiyasına görə bu maşınların da qiyməti dəyişir. Əslində əvvəllər polnu full komplektasiya ili də təzə olan Chevrolet Cruze'lar 15-16 minə ala bilirdiksə, indi bu təklif olunan bu Chevrolet Cruze ağ rəngdə olan 17.500-ə, digər isə bir qədər orta komplektasiya olduğuna görə qiyməti 15.000 deyir satıcı. Bazarda Santa Fe'lər də var. Müxtəlif rənglərdə, müxtəlif komplektasiyalarda. Təbii ki, Santa Fe'yə də üstünlük verilir və hazırda tələbat olan maşınlardandır. Tanış edəcəm hər birinizi qiymətləri ilə. 31 yarıma deyirsiniz. Bəs alan olanda ciddi alıcıya yəqin ki 31 yarıma verməyəcəksiniz də, yəni 31-ə fikriniz var. Amma 31-dən aşağı verməyəcəksiniz. 31-dən aşağı xeyr. İlinə və komplektasiyasına görə qiymətlər dəyişir. 27.000-dən başlayır, 35, hətta 38.000-ə qədər bu maşınları bazarda görə bilərik. 2017-ci ildir. Qardaş deyir ki, Beskraskadır, polnu fulldur, qəzası olmayıb və qiyməti də 19.000-dir. Bu maşınların əksəriyyəti təbii ki, sükanə sağdan sola keçmədir. Amma qazanc əldə etmək üçün, taksidə sürülməsi üçün uyğun maşındır. İlinə görə məsələ burasındadır ki, qiyməti bəs necə 19.000 bu maşına verməyə dəyər yoxsa yox? Bax, onu biz deyə bilmərik təbii ki. Yeni model Prius bazarda demək olar var, çoxdur. Yəni, bu da o deməkdir ki, yəni bu maşınlara tələbat var. Yenə qeyd edirəm ki, həm sürmək üçün, həm də taksidə istifadə etmək üçün bu maşınlar yaxşı seçimdir. 2016-cı ildir. Qiyməti neçədir? 25.000 manat. Toyota Prius 20 Kuza. Taksidə daha çox qəzaları ilə yadda qalan Toyota Prius bazarda var. Yürüyüşü 215.000-dir, qiyməti isə 11.000-dir. Toyota Prius 20 Kuza. Amerika bazarı üçün Kia Forte, Koreya bazarı üçün K3. 21.500, 2016-cı ildir. İndi baxaq ümumi vəziyyətinə. Böyük monitordur, amma koja salon deyil, dəri salon deyil. Belə vəziyyətə baxanda görmək olur ki, bu maşın orta komplektasiyadır, çünki lükü də yoxdur. Qiyməti də yenə qeyd edirəm ki, 21.500. O populyarlığını qoruyub saxlayan Toyota Pradolar, Lexuslar çoxluq təşkil edir bu sırada. İndi həmin maşınların da təbii ki, həvəskarları var. Onun da qiymətlərini maraqlanacaq. Ümumi vəziyyətdən sizlərə tanış edəcək. Deməli, bu maşınların da qiyməti ilinə və komplektasiyasına görə 45.000-dən 50-55.000-ə qədər dəyişir. Bəli, bazardakı vəziyyəti, ümumi vəziyyəti biz gördük və olduğu kimi göstərməyə çalışdıq. Əslində,
Vəziyyət buradan baxanda elə görsənir ki, sanki bazarda əməli başlı alış-veriş var. Belə deyək, qızğın alış-veriş gedir, amma nəticədə biz bir qədər daxilə enəndə satıcılarla, alıcılarla həmsöhbət olanda görürsən ki, bazardakı vəziyyət o qədər də ürəkaçan deyil. Elə insan var ki, elə satıcı var ki, artıq bir neçə bazardır, gətirdiyi maşını sata bilmir. Yəni alış çox zəifdir, qiymətlər də o qədər də belə deyək, ürəkaçan ucuzluqda, yəni hər kəsin cibinə uyğun deyil. Qiymətlər təbii ki, maşınların modelinə, komplektasiyasına, ümumi vəziyyətinə görə desək 5-6 ay bundan öncə ilə müqayisədə ucuzlaşıb, xeyr, ucuzlaşmayıb. Demək olar ki, həmin qiymətlərdir, həmin biz vəziyyəti görürük bazarda. Məsələ burasındadır ki, qiymət də dəyişmir, bazarın da vəziyyəti isə buna baxmayaraq hər həftə bir qədər geri gedir. Yəni artıq ənənəvi bazar anlayışı sanki insanlarda, alıcılarda daha çox unudulmağa doğru gedir. Bu insanların əksəriyyəti də avtomobil satanlardır deyə bilərik. Əslində bazarı bu vəziyyətə qoyan satıcılar deyir ki, əlim yandıda gəl apar, gecə ilə gəl apar. Yəni müxtəlif bu adda, bu şüarlarda reklam aparan müxtəlif saytlardakı satışlardır ki, insanlar deyir ki, satıcılar deyir ki, artıq həmin satış saytları bazarı, yəni demək olar ki, tədricən yoxa doğru aparır. Çünki o satış saytlarında təklif olunan qiymətlər bazarla heç cür uyğunlaşmır, uzlaşmır. Məsələn, burada biz soruşduğumuz 2013-14-cü il Hyundai Elantra 19-20 minə təklif olunursa, həmin qiymətlər həmin qeyd etdiyim yerlərdə, saytlarda xeyli ucuz təklif olunur, 3-4 min fərq eləyir. Düz indi o həmin gecə ilə gəl apar, gecə gedəndə nə baş verir, gündüz aldığın maşına baxanda nə ilə qarşılaşırsan və hansı təəssüf hissini keçirirsən, o da ayrı bir məsələnin mövzusudur. Əslində, yəni burada aldatmaq da var deyirlər satıcılar, çünki burada müəyyən məsələlərdə dələduzluq var deyirlər. Ona görə deyirlər ki, ən yaxşısı, ənənəvi, hər birimizin illərdir tanıdığı və bazara gəlmək və burada maşın baxıb maşın almaq daha yaxşıdır. Nəinki gedib gecənin qaranlığında alıb səhər aldığım maşını səhərsi gün o vəziyyətdə görməyib, başına gözünə döyüb, onun sahibini tapmaqla, o maşını necə qaytaracağım, pulumu necə alacağım fikri ilə yata bilməmək və fikirləşmək var deyilir. Amma gəlib burada baxmaq, burada 5 aşağı, 5 yuxarı razılaşıb maşın almaq daha yaxşıdır deyirlər. Bəli, biz isə birinci vloqumuzu, birinci mövzumuzun birinci vloqunu elə burada tamamlayırıq. Maşınlarla bağlı hansı maşınların, daha hansı maşınların qiymətlərini bilmək istəyirsinizsə, bizim Avtosaz YouTube kanalımızın şərh bölməsində fikirlərinizi yaza bilərsiniz. Hələlik özünüzə yaxşı baxın.